BIP Azərbaycan ilə Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında mövcud tərəfdaşlığın müddətinin uzadılmasına dair imzalanma mərasimi keçirildi. Milli Olimpiya Komitəsində reallaşan tədbirdə qurumun vitse-prezidenti Çingiz Senzadə, baş katib Azər Əliyev, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, BIP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Senzadə tərəfdaşlığın əhəmiyyəti haqqında danışdı. 2028-ci ilə Los Angeles oyunlarına kimi BIP ilə əməkdaşlığımız haqqında saziş imzaladıq. Bilirsiniz ki, BIP Azərbaycanda böyük fəaliyyətlə məşğuldur, Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verir. Eyni zamanda Azərbaycanın idmanına da dəstəkləməkdə həvəslidir və artıq uzun müddətdir ki, o Azərbaycan Olimpiya Komitəsinin Azərbaycan idmanına öz dəstəyini göstərir. Çıxışlardan sonra şirkətin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Senzadə və Milli Paralimpiya Komitəsinin rəhbəri Hidayət Abdullayev ilə tərəfdaşlıq sazişi imzaladı. Yeni anlaşmaya əsasən şirkət 2028-ci ilin sonuna dək ölkənin Olimpiya və Paralimpiya komandalarına dəstəyini davam etdirəcək. Gəray Qiyasov, Ramin Yaqubov, Real.